Bir xəbəri şərh eləmək istəyirəm. Trump Paşinyandandır bu dəfə xəbər. Paşinyan bir açıqlama verib. Paşinyan açıqlama verib ki, bəs eşq olsun, Ermənistanda neft, benzin 15% ucuzlaşıb. Gəl bu xəbəri adam kimi ver. Partlamadan ver. Çatlamadan ver. Ölmədən ver. Anlatabildim mi? Biz yeni il günü 5% benzini, 10% dizel artırırıq. Xalqımızın qanını it qanına çeviririk. Və təbii ki, bu benzinlə bu dizelin artımı her şeyi artıracaq. Zaten artım da var, onu bilirik. İran buradan artıq bizi vurur. Çünki Amerika dəqiq qayda qoydu ki, İranla ticarət edən hər bir dövlətə %25 əlavə rüsum qoyulacaq. Amerika ilə ticarətdə. 600 milyona qədər bizim İranla ixracatımız var. İxracatımız çox azdır. Yəni biz İrandan bir çox məsələləri alırıq. Zaten biz iynə də istehsal eləmirik axı. Spişka da istehsal eləmirik axı. Biz salfetka da istehsal eləmirik axı. Biz uşaq bezi də, pampers də istehsal eləmirik axı. Biz elementar şeyləri istehsal eləmirik axı. Biz lampa da istehsal eləmirik axı. Bəs az neft nəyə var idi? O Allah rəhmət eləsin. Az neftin bir rəisi var idi. 70 qəpiklik lampaları 700 manata aformut eləyirdi. Nə bilim, Pripska ilə bir motorları, bir 200-300 manatlıq motorları 70 bin, 80 bin manata Pripska ilə eləyirdilər. İndi də Azərbaycanda elədi. İndi də Pripska eləməyə qoca ərazilərimiz var. İndi biz yeni ilə qanımız it qanına girmiş halda giririk. İndi Amerika bizi vurur. İran bizim iqtisadiyyatımızı vurur. İndi də yeni bahalaşmalar olacaq. Ama Paşinyan açıqlama verir. Deyir ki, deyir ki 2025-ci ilin dekabr ayının ortalarından etibarən Paşinyanın açıklaması budur. Ermənistana Azərbaycan istehsalı olan benzin ithal olunur. Azərbaycandan əsasən premium benzin ithal olunur. Və bu günə qədər Ermənistanda premium benzinin minimum qiyməti 15% azalıb. Əvvəlki 510 dram əvəzinə litri 430 dramdır. 510 dram əvvəl imiş, litri indi olub 430 dram. Allah rəhmət eləsin Əbdülrahman Vəzirova. Bir dəfə çıxdı, dedi ki, Azərbaycan xalqı gözün aydın olsun, ermənilər Bakıya qayıdır. Ona da bambulu dedi ama sonra. İndi Azərbaycan xalqı mı deyim, gözün aydın olsun mu deyim, Ermənistanda neft göndərdik, benzin göndərdik. 500 dramla enib 430 drama. Ay Allah, Azərbaycan mediası necə sevinir. Bunu necə təqdim eləyir. Və bizdə təbii ki, başqa cür təqdim edirlər. Biz iqtisadi cəhətdən Qafqazın lideriyik. Ermənistan bizdən asılıdır. Ay bağ belə, ay bostan belə. Xəbəri peşəkarcasına təqdim eləmək yoxdur. Biz burada siyasiləşdirmişik xəbəri. Biz olmasaq ölərlər filan. Yox, qaqa, elə deyil. Ermənistan başqa yerlərdən də benzin alır. Alternativ xətlərdən biri bizik. Alıb öz millətinə bir ayın içində benzin, bilmirəm dram neçəyədir, amma nə dəxli var? 510-dan 430-a düşübmü? 80 düşübmü? 80 düşübmü? 80 qəpik də bizdə düşsün da. Bu merəti biz göndərmirik Ermənistana. O kişi 80 qəpik də düşməsin bizdə. 8 qəpik də bizdə düşsün da.
1 manatlıq benzin olsun 93 qəpik də. Biz də adamıq. Biz göndərir yaxı bunu Ermənistana. Bunu da Paşinyan açıq deyib. Dizel yanacağının qiyməti 2% düşüb. Adi benzinin qiyməti dekabrla müqayisədə 8% azalıb. Dekabrla müqayisədə. Yanvardır. Bir aydır. Bir 50-60 çən göndərmişik. Bizdə də düşsün da bu. Bu bizim nefti da. Bu bizdə də düşsün da. Biz çənlərimizdən 15, 20, 30, 40, 50, 60, 70, 100 min sisternalar göndəririk. Orada onlar benzinin qiymətini indirir. İnsanın rahat olur. 500 dramdan 430 drama düşür. 80 dram fərq eləyir. 8 qəpik də bizdə fərq eləsin. İlla onlar mı rahatlamalıdır? Bizim Azərbaycan mətbuatı da təqdim eləyir. Paşinyan etiraf elədi. Azərbaycan benzini Ermənistanda qiymətləri 15% endirdi. Bu nə deməkdir? Azərbaycan mediası bayram eləyir. Paşinyan etiraf elədi. Nəyi etiraf elədi ki? Paşinyan öz milləti üçün qiyməti ucuzlaşdırıb, indirib. Nəyi etiraf elədi? İndi o əvvəllər, indi o heç. Azərbaycan nefti Ermənistanı ucuzlaşdırdı. Bu Azərbaycan nefti bir ay içində Ermənistanı ucuzlaşdırıbsa, bu 40 ildir bu xarabanı da ucuzlaşdırmalıdır da. Bizdə də ucuzlaşma olmalıdır da. Sülhün ilk real faydası Paşinyan Azərbaycan benzinindən danışdı. Bu sülhün meyvələrini bu zəhrimar erməni mi yiyəcək? Bu sülhün meyvələrini biz yeməyəcəyik. Savaşda el olduq. Döyüşdə el olduq. Bütün Qarabağı şumladılar. Ağdamı Xirosimadan, Naqasakidən pis hala saldılar. Divarları söktülər, apardılar. Biz də eləyək da. Biz də yiyək da o ilk sülhün real faydalarından. Bu qədər olmaz axı. Biz bir ay içində Ermənistanı ucuzlaşdıra bilirik. 30 ildir özümüzü ucuzlaşdıra bilmədik. 5%, 10%'in artımı nə idi səbəbi? Azərsel bir tərəfdən minir, Nar bir tərəfdən minir, Baksel o biri tərəfdən minir, Azərsun minir, Azər İşıq minir, Azər Qaz minir, min ha min. Ağaqa nə qədər? Bir şeydə də bizdə ucuzlaşma olsun da. Və bu səmt qazı bu beynəlxalq konsorsiyuma görə, beynəlxalq o əməkdaşlıq təşkilatının qaydalarına görə səmt qazı pulsuz verilirdi bizə. Milyardlarla kubmetr səmt qazı çıxdı. Bu qazı pulsuz eləyin də. Azərbaycan xalqı yalvarır ki, sabit qiymət elə, mən bilim nə verəcəm qaza. Gündə 30 qiymət eləməyin da. Limitdən sonraki bu qədər, 2000-dən 2500-ə bu qədər, 2500-dən o tərəfə bu qədər. Bu olmaz axı. Necə olur Ermənistanda 15%-ə cəmi bir ay olmayıb, bir aya 15% enir qiymətlər. Fikrim qarışır. Bilmirəm axı nə deyirsən, nə eləyirsiniz, nə iş görürsünüz, bilmirəm axı. Nə eləyək indi? Bunu da götürürlər, Paşinyan etiraf etdi. Paşinyan nəyi etiraf etdi ki? Xüsusi seçilmiş cümlələrdən istifadə edir Azərbaycan mətbuatı. Bu ucuzluq məsələsində, bu benzin məsələsində, bu bizim yaralı yerimizdir. Sülh olsun, genə də olsun, amma çox təəssüf ki, bu bizə olmur. Adama acı gətirən odur. Bu məqamı diqqətinizə çatdırmaq istədim ki, əziz tamaşaçılar, gözünüz aydın olsun. Ermənistanda ucuzlaşma başladı.